Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Qərənfilin mətbəxinə xoş gəlmisiniz. Mən bu günləri trenddən vurmuşuq Qaracadan xəmir yoğuran maşınqa. Xəmir yoğuran maşın. Hardasa valla bir həftədir ya 10 gündür gəlib. Koymuşuq ora. Hamısı uşaqlar deyir, Zəhra oradan yazır ki, mama ürəyin xarab olmayır, sən oyasın versən hələ. Deyirəm, yox olmuyor. Bugün indi bir damcı vaxt tapa bildiyor. Ertəndən dedim, Ayten açaq, biraz bulku düzəldər. Sanki qıraqların didi bəməlidir. Ya Allah'ım bir ara. Cərilərdən seçelim. Ya Allah. Allah illəsin, işləsin. Zəhrəçin qalmışır, zəhrənçi işləyir. Şimdi bu biraz tutmaq lazım. Çarpı görülür. Aslında bu qırılmaz. Ortasına da katıp kaldınız. Burası. Hatta koy telefonuyla da atat. Koy be. Bu uşaq canlı verirsən artıq. Çox mübarəkdir. Bütün qadınlara qismət olsun. 35 ildir mən deyirəm, mən istəyirəm. Səhvənə qurban olsun. Xəmir yoğuranım olsun. Xəmir yoğuranım olsun. O şunları da. Ha? Şunları. Dostu dostu. Olmaz. Tıx, tıx, tıx. Tıx, nənə qurban, tıx. Ay da bunun altı yapışacaq. Ha, o fikirləşdir. Zantuçun qorxusuna karabkayı yerə qoymuram. Zantuç buradan asılır. Üç tane işi var. Biri tort kremi içindir. Sizinlə bir yerdə baxıram. Ha, mən də baxıram. Bir burası şeydir ki, bunun qurpu yoxdur. Həndə mən bunları yaxalayıram. Allah qoysa, sizin gözünüzün qabağında biraz qurpu pişirmək istəyirəm. Qoy yaxalayıram. Mən indi unumu əliyim, ondan nə qatılacaq içinə qurpunun deyəcəm sizə. 1 kilo un götürürsən. Qurpunun unu mütləq ələnməlidir. Mütləq ələnməlidir. Ki, pambıq kimi olması üçün. Mən əliyib qaba yığmışam. İndi oradan da bir də bura əliyirəm. Ne yiyorsun? Bir kilo undu. Zantuçun dəlindən bilməyir var nə qoyaq. 1 kilo undu, əziz izləyicilər. Bu kişmişi kimin rəyinə istər o qatar. 1 stəkan pəsoqdur. 2 yumurtadır norması. Bizim fərə yumurtasıdır, çıqqılı-çıqqılıdır. Ona görə də 3 dənə yumurta qatacam. 1 paçka vanildir. 1 xörək qaşığı dolu drojdur, mayada yəni. Duzdur, 1 çimdik qatacam. 200 qram yağdır. 1 stəkan süddür. 1 stəkan da qaynar sudur. İndi bunun üstünə tökəcəm. Axırda yağ atın.
yağ. İndi bunları götürəcəm. Parçalayalım. Yağı biraz böldüm, xaldenkdən çıxartmışdım. Pesok döşdüm, bir dolu stəkan. Bir dolu stəkan süt. Bir stəkan da su. Bir çimdik una duz attım halal olması için. Bir dolu xörək qaşığı mayadır. Bir vanildir. Götürəcəm. Yumurtayı da yağı qızdırıb pesoğun əridəcəm. Biraz istiləşəcək ki, mayalı şeyi qanıda isti iliği yoğurmalısan. Mən bu droji qarışdırıram. Əziz izləyicilər, biz elektrik şeyləri alanda xureyçunda işlətməyə, nə bilim, ətçəkənsə tufovka. Birinci oğluma quraşdırıram, qurdururam. Özümə güvənim heç yoxdur. Aytənə də valla, Aytən baxır gözümə biraz yoxdur. Elə biləm ki, bilməz, uşaqdır, ya nətəri. İndi səhərdir, nə qədər eləyirik, işləmir. Sən deməm, sıra zaten kitabına baxan kimi nəyin ağayırıq, bu işlədirəmiz, qırıldı Allah hamd olsun. Temuda gənə heç olmasa qaytarma var. Trenddə elə şey yoxdur da. Uzaq başı səhər 5-10 manatlıq kupon verərlər. Birinci drojlu qarışdırmışam ona, tökəcəm onu. Mən əslində birinci dəfədir belə 1 kilodan eləyirəm. Həmişə bulkunu 2 kilodan eləyirəm. Amma bu yoğura bilməz ya. Mən elə bilirdim ki, xəmir yoğuran maşınkam olsa, daha dünyanın hamısı mənim olacaq. Bal, indi əlimdə yoğurub qutarmışdım. Səhər dayətəndən nələr çəkir, Allah bilir. Onun tökdüm, Aytən, qoy istəyirsən, yoxsa tökür. Yumurtadır. Hə, yumurtalarını tökür. Beşi açımda böyle. Özü gələcək. Onun fərqi yoxdur. Hə, qoy, Aytən, oturt yaşağa. Onun tökdüm, yumurtasını da tökdüm. İndi Aytən yenə xırda xodda qoş. Hər yanı un eləməsin. Zəhrə dedim, amma mən birinci qoşanda bütün hər yanı oldu. Qoy yumurtası biraz qarışdırsın. Xırda xodda. Hə. Zaten xəmiri belə yoğurur da, o televizdə də görmüş. Tövş qoxmaz. Geldi aşkım. Senden gizden koşmuşum abi. Hoşuma dönün. Birinci dəfədə görür, değerli olur. Gel kucağıma. Gel nenen kucuna. Gel nenen kucuna. Gör neye olur sen. Gel nenen kucağına. Gel görsün denmez. Koyarsan biraz üstüne. Gidip dəriyə görəsən bu arada. Hazırdır xəmirim, indi söndürəcəm. Mən Zəhrə üçün birinci almışdım. Zəhrə dedi ki, mama bunun altında rezini var, stola yapışmaq üçün. Qoy mən yapışdım dedi, şeydir. Qoparda bilməyəcəksə, qorxudan altına cıqara qoymuşam. İndi hələ 1-2 dəfə qorxacam ki, birdən yandıraram. Havlu yaxşıdır, Aytən, söy. Elə öz qabında da qoyacam acıyacaq. Qaldıraq xalını. Burada qaldı. Qaldır. Kaldırırsan. Ama ben kaldıranda zaten sıkıldamıştı.
Hə, siftəsidir onun. Qəşəng də xəmir alındı. Tənbəllərin maşınkasıdır da. Mən nə bilirdim xəmir yoğuranım olsa da ölməyəcəm. Amma o qədər də heç. Fırla. Buram, nə buram. Görməmişəm. Hə, qəşəng xəmiri var. Bax, Volkanın. Mən verdiyim reseptlə yoğursuz. Super, Allah hamd olsun. Hə. İndi qoyacağım, bu bir saat qalacaq. Sonra bir dəfə də yoğuracağım. Bir saat deyəndə, indi valla mən 2 saatla işləmirəm. Acısını bir də yoğuracağım. Üstünü biraz bastıracağım. Xəndəm acıyıb. Pambıq kimidir. Biraz yoğuracağım bir dəfə. Örtəcəm. 15-20 dəqiqədə qalacaq, ondan küldər gəlir. Mən şişirib xəmrim. Nədir gözümün işi? Ala bax, sən pişmiş döküm ye. Yerə tökməncək, nə neyimə, ye. O şüşvə dönüm, yoxsunun vaxtıdır. Valla maşallah xəmri adam yemək istəyir elə. Götürdü qaçıb getdi. Hə, acımasını heç çox öldürməyəcəm. Cemlə də eləyəcəm, şişmişlə də. Verdi. Ən çox yeyilən şeydir bizim evdə. İndi hər öğün bir yemək qaydası var. Nene qurban olsun sənə, tökərsən yerə. Gəl gör nənə sənsin, nə bişirsin. Bax, bax, həmdir, həm. Ala sən yenə də pişmiş verin, bax birini də verin. Heç yiyən döyüb. Gəl bax, yekəsi ki, buna bax, de. Tez orada bax, çoxlu. Çıxadı köşməyə. Ağzımaşını çıxart. Hə, canım. Allah dünyamızı salamat eləsin. Ən hasan şirniyyatdır da bu. Çox da qəşəng alınır bu reseptlə. Bu dəfə az elədim. Hər dəfə çox elədim. Dedim birdən həmir yoğuranmaz, amma qabı çox dərindir da. Gələn dəfəndə Allah qoysa 2 kiloluq eləyəcəm. İndi bir 40 dəqiqə zad qalacaq belə. Ona üzünə cığara çəkəcəm. Yumurta vuracağım. Aralar koysak ki birbirine yapışmasın. Bir 40 dəqiqə, 35 dəqiqə kuxna istedi deyil, ben elə tez eləyəcəm. O 40 dəqiqədən çox keçib. Əslində bunu tərpətməməliyik. Yapışırlar bir-birinə, bunlar 100% yapışacaqlar. Süzme yumurtasına süt de tökə bilərsiniz. Kimin ürəyi necə istəyir? Ay nənə qurban neyinədir? Bax, sən elə döyəcəm mən.
Əli çatır hər yana. Var bax. Bastım. Parmaqları üzrə. Yumurtanın sarısını da da bilərsiniz. Təhcə. Mən elə bütöv vururam yumurtanı. Allah qurban olma Allah'ın adına. İnsanlarımızı bu çörəklə sınağa çəkməsin. Heç kimi balası ilə sınağa çəkməsin. Allah dünyamızı salamat eləsin. Bərəkətimizi bol eləsin. Sülh eləsin dünyada. Yeni il bütün insanlar üçün uğurlu gəlsin. Balalarımızı mərdimazardan uzaq eləsin. Allah əsgərlərimizi qorusun. Keşiyimizdə dayanıblar. Çəlimsiz uşaqlardır hamısı. Çoxsu da o oxşuluğun yeməyi yaxşı yeməyir saldatlar. Allah hamısının dadına çıxsın. Allah bol eləsin ölkəmizin ruzisin, bərəkətin. Qurban olma Allaha. İndi yaxşı baxırlar. Əsgərlərimiz indi xan kimi, bəl kimi dolanırlar. Prosta hərənin bir uşağı var. Hamı ərköyün elir. O eləmə, bu eləmə. Mən balədə heç sulu yeməyi yeməzdi. Heç yesəydi də belə yüzdə bir dəfə süzgəcdən zaddan keçirdərdir. Bala gedib əsgəriyə gələndən sonra məsələ demir ki, bunun soğanı var, yoxdur. Allah dünyamızı salamat eləsin. Hamının balasını qorusun, bizimkilər də içində. Çoxqayı da qızdırmışam, əziz izləyicilər. 200 dərəcədə qoyduq. 180-200 dərəcədə. 20 dəqiqəyə, 25 dəqiqəyə baxacaqsınız da özünüz arada 1-2 dəfə açıb fırlayırıq, pişir. Əziz izləyicilər, Allah'ın olsun saat 3'ə işləyib. Bulkularım pişdi, biraz gecə mənə gəlir bu. 1 saat acıdırsan, sonra 1 saat təzədən bir də acıdırsan. Yayırsan, qablarda qalır 40 dəqiqə, 1 saat. 25-25 dəqiqədə pişir də hər listimiz. Allah'ın olsun qəşəng də pişib. 16 dənə də bulku çıxır 1 kilo ondan. Bax, super də bulkudur ha. Qışın günü dözdə boyaqdaşmır, eləmir. Mən qorxdum ki, xəmir yoğranım, yaxşı yoğranmaz. Ona görə 2 kilo eləmədim. Bunlar istidə elə bunları düzəcəm. Super də bulkusu alındı. El ön uşaqları üçün dərs aparsına qəşəng 2-2 də bulkudur ha, yetim doydurandı. Allah dünyamızı salamat eləsin, qurban olma Allah'ın adına. Allah heç kimi peşman eləməsin. Hamının önündə çörək bol olsun, ruzisi bol olsun. Heç kimi bu yeni ildən sonra neyim, necəliyim deməsin. Nə bilim, Allah Teala bizim kasıb-kusub adamlarında işimizi xəstəxanaya salmasın. Allah dünyamızı salamat eləsin, heç kimi peşman eləməsin. Balalarımızı qorusun pis niyyətli insanlardan. Allah bərəkətimizi bol eləsin. Ölkəmizə sülh gəlsin bu yeni ildə. Nə bilim, qar bərəkət gətirsin Azərbaycana. Qurban olma Allah'ın adına. İldən ilə də elə bir ki, yaşamaq belə yaxşılaşır da. Torpaqlarımız alınıb, Allah'a şükür. Şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah dünyamızı salamat eləsin, qurban olma Allah'ın adına. Allah əsgərlərimizi qorusun. Siz də bişirin, yiyin, nuş olsun. Çox da gözəl bulkusu alınır mən bişirdiyim reseptlə. İstərsən böyle. Cemli hansıdır? Olur. Elə bu cemliymiş. Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Qərəbli mətbəxinə xoş gəlmişsiniz. Cantökün mətbəxinə xoş gəlmişsiniz. Nənələrə salam elə. Cantökün dəcəllikləri qalxır, artır. Allah qoysa. Allah olmayanlara da qismət eləsin. Qurban olma Allah. Əziz izləyicilər, bayrama hazırlıq görürük. İndi güya da özümüzdən olsa, vallahi vaxt atmırıq. Cantökün əlindən aytən bir təri düzüb qoşub. Sərsin salatın, paytaxt salatının aynı oyunlarını hazırlayıb, pişirib, doğrayıb. Allah kömək olsun. Ən çətini mənə düşəcək, kökü bir-birinə qarışdıracağım. Zəfqət düşəsən yerim.
Gözümün işi. Nənələrə salam elə. Oxu yox ya nənələrə salam elə. Salam elə nənələrə. Hə, de. Bunu tut ayağını az. Əlinlə tut da bala. Özün tut da, hə. Hə, tut. Maşallah, balam dünəndən üzü tütəkli. Çoban olacaq, qoyun qıraqında çalacaq. Bu gerçeğin olacaq ki, bala dərs zat da oxumayacaq. Nədən düşdü şiirə indi, mənim balam, oxullu balam. Məcid oynat sən o dəmri. Hə, maşallah. Hə, əziz izləyicilər, başlayıram şurikin əməliyyatına. Son. Ay Allah, balamı kimə əsəbləşdirir? Can, gələn ayağına görüm. Qəşər xırda da doğrayıb. Mən doğrayanda kalsik aparat var ya, onda doğrayıram. İstəmək olar ki, mən doğramıram, pişirmirəm. Öydə olanda zəhrə eləyirdi. Zəhrə də getmiş, sonra Aytən gəldi yerinə. Allah hamımızın süfrəsini bol eləsin. Bayramımız uğurlu gəlsin. Yeni il xeyir, bərəkət gətirsin ölkəmizə. Ucuzluq gətirsin, bolluq gətirsin. Allah dünyamızı salamat eləsin, qurban olma Allahın adına. Çırpla göl soğanı qatırıq. Aydında bir dəfə qatırıq, opşuluqlu pişirəndə. Hətta maləti qatırıq ki, ördəklər hamısı yesin. Bəzən hərdən soğuk atının döşətində qatırıq. Allah hamımızın balasını saxlasın, sürpriz satdıqları açılsın. Bu da göyərtisi. Şuyur ötəsi. Bak, olsa soğan da qatırsan, yaşıl soğan. Girmə, gözü gətir. Silir. Ətinə bişirəndə duz atmışdım. Çox qatmışdım. Çox olmasın. Hə. Ərzaqları çox pişirməyib, Aytən biraz belə atsa bərk götürüb ki, ərzaqlasın. Hə, salatımız hazırdır. Bu maskuraya qoysan, belə çörürsən, qəşək qulturma. Buna da yığıram, birinci tez gizlədirəm. Xaladenlikin üçüncündə, uşaqlar 2 gündən sonra. Bayramımız mübarək olsun. Qalırsan orada.